Hay dədə. Görün daxili quldurlar üz üstəyirəm. Daxili İşlər Naziri Vilayət Eyvazov kimlərin ümidinə qalıb? Faciədir. Son vaxtlar polisin adı o qədər mundarlaşıb ki, polisin adı o qədər ləkələnib ki, Vilayət Eyvazov məcbur qalıb, bax bu cür üsullarla, bu cür yollarla polisin adını təmizləyir. Buna nə ad vermək olar? Baxın görün, Vilayət Eyvazov hansı şəlpələrin ümidinə qalıb? Bax budur Azərbaycan polisi. Hər zaman bizi qoruyar. Gördü ki, mürgüləyirəm, miqalxanı tez yandırdı, saxlatdırdı ki, mürgüləyirsən, ver kənara saxla, susuz ad verək, əlizvi yox. Bax budur Azərbaycan polisi. Həqiqətən də mən Azərbaycan polisini həmişə də fəxr edirəm. Doğrudan da minnətdaram. Bütün gün çəkilişdə yollardayım deyə mürgüləyirəm. Bax budur, yaxşı ki vardılar. Çoxdan mən qəza törədərdim, bəlkə də həyatımı itirərdim. Öpürəm, bağrıma basıram. Bax budur Azərbaycan polisi. Bax görürsünüzmü bu biabırçılığı? Görürsünüzmü şanlı Azərbaycan polisi kimlərin ümidinə qalıb? Ay Vilayət Eyvazov, belə gülünc tamaşalar artıq heç bir işə yaramır. Xalq sizə inanmır. Belə şəlpələri qabağa verib özünüzü güldürməyin. Bax budur Azərbaycan polisi. Həqiqətən də mən Azərbaycan polisini həmişə də fəxr edirəm. Doğrudan da minnətdaram. Bütün gün çəkilişdə yollardayım deyə mürgüləyirəm. Tələbim odur ki, əziyyət çəkirik, iş yeri yoxdur. Mənim evlatlarım ali təhsilli, hamısı işsiz. Özünüzü təqdim edin. Haqqımı tələb eləməyə gəlmişim. Acımdan ölürəm, acam. Azərbaycanda sərvəti olan Azərbaycanda acam. İcazə verin, icazə verin. İcazə verin, icazə verin. İcazə verin. Bax budur Azərbaycan polisi. Mən ölüm. Hələ bu tiktokerin danışığına qulaq asın. Bu qadın polisləri elə təriflədi ki, Vilayət Eyvazovun yerinə mən utandım. Heyf səndən Azərbaycan polisi. Görün, sizləri kim tərifləyir? Bu ölkədə ən çox təşəkkür Azərbaycan polisinə düşür. Var ol Azərbaycan polisi, minnətdaram hər birinizə. Mən bugün sərbəst şəkildə evimdə oturmuşamsa, qulağım dinç, başım sakit oturmuşamsa bunu sizə borcluyam. Mən bugün sərbəst şəkildə gecə saat 9-da 10-da çölə işim olduğu halda çölə çıxıram və sərbəst şəkildə dolaşa bilirəmsə bunu sizlərə borcluyam. Mən bugün sərbəst şəkildə sözümü, fikirlərimi azad ifadə edə bilirəmsə, insanlara fikrimi çatdıra bilirəmsə bunu sizlərə borcluyam. Var ol Azərbaycan polisi, hər birinizə minnətdaram. Allah sizləri var eləsin, Allah sizləri qorusun. Bax bu baş verənlərin adı faciədir, biabırçılıqdır, şəlpəlikdir. Vilayət Eyvazov, belə polisin adını təmizləmirlər. Mən sənə təklif eləyərdim ki, polis sistemində olan rüşvətxorluğa son qoyasan. Mən sənə təklif edirəm ki, polis sistemində olan şərləmə mexanizminə son qoyasan. Polis sistemində olan polis özbaşınalığına son qoyasan. Bax o zaman polis öz hörmətini bərpa edər. Bax o zaman polis öz adını təmizləyər. Aydındır? Sen ona bırak beni. Bırak beni. Ayşe yok. Bırak beni dedi. Bırak beni. Bırak beni dedim. Bırak. Ana yıkıldı. Ana kaçtı adam ölecek. Bu ölkədə ən çox təşəkkür Azərbaycan polisinə düşür. Var ol Azərbaycan polisi, minnətdaram hər birinizə. Mən bugün sərbəst şəkildə evimdə oturmuşamsa, qulağım dinç, başım sakit oturmuşamsa bunu sizə borcluyam. Bax belə şəlpə blogerləri öyrədib cəmaatın beynini yuyurlar. Ay nə bilim, Azərbaycanda polis olmasa, cəmaat bir-birini yeyər. Azərbaycanda polis olmasa, cəmaat bir-birini qılar. Bunlar boş söhbətdir. Azərbaycanda polis olmasa, xalq belə yaşayar. Kaldı. Ay kardeş. Bu xalqı qıran, bu xalqı alçaldan, bu xalqı təhqir eləyən, bu xalqdan rüşvət yığan polis deyil, ha? Bu xalqı bir-birinə qırdıran polis deyil, ha? Bu xalqın haqqını yeyən polis deyil. Ay nə bilim, polis olmasa biz qırılarıq, polis olmasa cəmaat bir-birini yeyər. Cəmaat polis olmasa bomba yaşayar.
mehribançılıq içində yaşayar, firavanlıq içində yaşayar. İndi isə bu yaşayış deyil. Vilayət Eyvazov, otur, düşün. Azadlık! 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 Azadlık!